Salam, hər vaxtınız xeyirli olsun. Bugün sizi Memphis şəhərinə yaxın ərazilərdə yerləşən evlər və məhəllələrlə tanış etmək istəyirəm. Amerikada məhəllələr bir-birindən çox fərqlidir. Elə məhəllələr var ki, evlər çox böyükdür, dizaynları bir-birindən fərqlidir və varlı təbəqənin yaşadığı evlərin olduğunu göstərir. Elə məhəllələr də var ki, daha sadə, daha aşağı səviyyəli yaşayış şəraiti mövcuddur. Yəni Amerikada yaşayan hər kəs eyni şəraitdə yaşamır. Burada sizə göstərdiyim məhəllələr varlı məhəllələrdir. Evlər doğrudan da çox böyükdür və məni maraqlandıran sual bu oldu. Bu evlər niyə bu qədər böyük tikilir? Göstəriş üçünmü, yoxsa ailələr böyük olduğu üçünmü? Açığı Amerikada göstəriş anlayışı varmı, onu da bilmirəm, amma sadəcə maraqlı gəldi. Görəsən ailə rahatlığı üçünmü, bilmədim. Evlərin dizaynları da diqqət çəkir. Demək olar ki, hər ev fərqlidir. Mən videonu qısa, kəsik hissələr şəklində paylaşdım ki, sizi yormasın. Maşınla hərəkətdə idik, ona görə də evləri düşüb ayrıca çəkmədik. Sadəcə yavaş sürətlə gedə-gedə çəkdik. İstəsəniz videonu yavaşladıb baxa, hətta gələcəkdə öz evinizi tikərkən ideya kimi screenshot da edə bilərsiniz. Mənim üçün maraqlı olan başqa bir məqam da budur ki, Azərbaycanda hətta kəndlərdə belə evlərin arasında hasar divar olur. Zaman keçdikcə bu divarlar daha da yüksəldi və qonşular bir-birini az görməyə başladı. Amerikada isə əksinədir. Nə hasar var, nə də divar. Amma buna baxmayaraq, qonşuluq münasibətləri o qədər də sıx deyil. Azərbaycanda divar var, amma qonşuluq münasibətləri güclüdür. Amerikada divar yoxdur, amma münasibətlər daha məsafəlidir. Bu da məni düşündürən bir şeydir. Şiştəpədəki Şəmkirlilərin evlərinə oxşuyur. Hə, yadıma düşdü. Aha, bu. Saraydır. Abi bence biraz da ileri geç. Burada vapşi. Ay bu. Bunların bütçesinde 10 milyon var artık. Maşınımızı bir yerde park elədik. Biz özümüz bir yerde gəzirik. Can, ağrıtdı mı? Biraz geze gedirik. Oralara bakmağa, görək nə var, nələr var. Ay Allah, pişikdir mi? Pişik gətirin. Yox, itiymiş. Öz pişiklərim yadıma düşdü. Şam mənim də gedir iki çocukla. Uşaqlar yormur səni. Baxın nə qəşəngdir buralar. Çox qəşəngdir. Dostlarımız bizi başqa bir şəhərə apardılar. Daha təhlükəsiz və sakit bir ərazi idi. Christmas ərəfəsi olduğu üçün evlər möhtəşəm şəkildə bəzədilmişdi. Sonradan öyrəndik ki, burada qonşular arasında Christmas bəzək yarışmaları keçirilir. Hər kəs öz evini bəzəyir, sonra səs verməklə ən gözəl ev seçilir. Bu məni düşündürdü. Amerikalılar Christmas bayramına çox önəm verirlər. Yəni ancaq Christmas bayramına deyil, Amerikalılar başqa bayramlar da var ki, onlara da bir ay öncə hazırlaşırlar. Onu fikirləşdim ki, kaş ki bizdə də Ramazan və Qurban bayramları ərəfəsində bu cür ab-hava yaradılardı. İstərdim ki, evlər bəzədilsin, uşaqlar bu bayramların gəlişini hiss etsin. Dəbdəbə yox, sadəcə bir süs belə uşaqların yaddaşında böyük iz buraxa bilər. İndiki dövrdə həm onlayn satış mağazalarında, həm də digər mağazalarda, yəni Ramazanla bağlı olan aksesuarlar, süslər satılır. Məncə gedib onlardan alaraq evi bir balaca dekorasiya etməklə də bəzəmək olar ki, uşaqlar, ev əhalisi Ramazan bayramının gəlişini hiss eləsin. Wow, Grinch'in maşınıdır. Bence maşın hediye mi? Çok
Zeynep de o. Buna bakıp ne çok dersen. Santa Claus dersen Merry Christmas. Hadi ne dersen? Merry Christmas. Merry Christmas. Ha? It's a cheese. Ne? No, it's What? not cheese. Tree. It's a hedgehog. It's a hiccup. Neyse pes. Other human. Other human. Man. Gingerbread man. Gingerbread. O şey Gingerbread Man'di de o. Necə həvəsləri var. Bura isə Qırmızı Zona adlandırılan bir məhəllədir. Şami müəllim dedi ki, israr elədi ki, bizi o zonaya aparın. Görək orada təhlükəli nə var, niyə bu təhlükəli zona adlandırılır. Dostlarımız da sağ olsunlar bizi qırmadılar, ora apardılar. Ora biraz niyə Qırmızı məhəllə adlanır, onun barəsində məlumat verəcəm sizə. Demək bu şəkildə gəzirdik. Bir nəfərin baxışı bizi narahat etdi və oranı tez tərk etdik və ondan sonra da artıq məhəllələrə girmədik. Artıq dostlar, Memphislə bağlı videolarımı yekunlaşdırmaq üzrəyəm. Bir dənə məktəb turu qalıbdı. Onu da inşallah gələn videoda yayınlayacağım və onunla da Memphis macerası bitmiş olacaq. İndi isə Memphis haqqında kiçik məlumat verim sizə. Memphis şəhəri ABŞ-ın Tennessee ştatında Mississippi çayının sahilində yerləşən tarixi və mədəni baxımdan çox zəngin bir şəhərdir. Şəhər xüsusilə blues və soul musiqisinin mərkəzlərindən biri kimi Elvis Presley və Graceland ilə Beale Street kimi canlı turistik küçələri ilə tanınır. Eyni zamanda Memphis sosial-iqtisadi fərqlərin kəskin hiss olunduğu şəhərlərdən biridir. Bu da təhlükəsizlik mövzusunun tez-tez gündəmə gəlməsinə səbəb olur. Bəli, buralar təhlükə. Qırmızı zonadır. İki qırmızı zonanın arasından keçirik. Buralar gecə daha təhlükəli olur. İrəli tərəfdə şübhəli şəxs qismində bir nəfər əlində şübhəli əşyalarla irəliləyir. Böyük ehtimal cinayətkardır. Mən net kontent çıxarırsa da valla yaşlı kişiydi dostlar, silah zadı yox idi. Yəni deyəsən Memphisin təhlükəli olması mifdir. Qıpqırmızı yerə sıralım, qıpqırmızı. Bəli, qıpqırmızı yerə gəlmişik, görürsünüzmü? Qırmızı zona nə deməkdir və niyə belə adlandırılır? Xalq arasında qırmızı zona deyiləndə rəsmi termin yox, təhlükəsizlik baxımından riskli hesab olunan ərazilər nəzərdə tutulur. Bu adlandırma əsasən yüksək cinayət statistikası, yoxsulluq və işsizlik səviyyəsi, narkotik dövriyyəsi və dəstək fəaliyyətləri ilə əlaqələndirilir. Bu zonalar hər an təhlükə var demək deyil, sadəcə ehtiyatlı davranmaq tələb olunan ərazilərdir. Daha çox ehtiyat tələb edən ərazilər isə South Memphis, North Memphis, Orange Mound, Fraser, Binghamton'un bəzi hissələridir. Bu ərazilərdə əsas risklər gecə saatlarında tək gəzmək, bəzi küçələrdə polis nəzarətinin zəif olması, təsadüfi atışma və mübahisələr. Bəs Memphisdə hər yer təhlükəlidirmi? Xeyr. Bu çox yayılmış, amma yanlış təsəvvürdür. Daha təhlükəsiz və rahat ərazilər Germantown, Colorville, Bartlett, East Memphis, Downtown kimi turistik hissələrdir. Bu məhəllələrdə ailələr rahat yaşayır, axşam gəzintisi adi haldır. Memphis haqqında bu qədər dostlar. Artıq vloqumuz da yekunlaşır. Ümid edirəm ki, bəyəndiyiniz bir video olmuşdur. Bizi bura qədər izlədiyinizə görə təşəkkür edirəm. Ən sonda isə bizim qorxduğumuz, oradan qaçdığımız bir situasiya ilə qarşı-qarşıya qoyuram. Əslində adam heç bəlkə də qorxulu adam deyildi, nəsə biz qorxduq. Bu qədər. Özünüzə yaxşı baxın. Allaha əmanət olun. Hələlik. Daha təhlükəli bir məhəlləyə girdik. Aşağı. Bir adam